Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bugün gəlmişik. Şəhid Şirinov Bayram İsmailoğlu. Əslində bu kəndin adı əvvəl olub Hacı Saxlı. İndi sonradan Kürtlər kəndi qoyublar. Məncə buranın Kürtlərlə əlaqəsi yoxdur. Fərqi yoxdur, Kürt, Türk qardaşdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Gel, özün de gel. Ya da oraya çek. İndirim yediğini de çek. Hə, gəl. Ramca börsüp dursun. Gel oradan çek. Hatta gel aşağı ki biraz. Bu Agil'lə mən də düşüm Hadi də. dur orada. Ha. Deyirəm o tərəfdə. Abi İskenderov. İskəndərov nəbi. Bu Məhəmmədin oğludur da bəs. Hə, Quşçular kəndindəndir, əmoğludur. Gel yaşın geri çek. 69-cu il təvəllüddür. 93-də də şəhid olub. Allah rahmet eylesin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah da sizdən razı olsun qardaşlar. Bu əziyyətdir. Əziyyət çəkirsin. Əlbəttə hər birimizin Görsün ne rahat geldik. borcudur. Şəhətlərimiz üstə gəldi. Ona görə də rahat gəldi. O bu dağı, qayanı, təpəni bax belə gəlir bu maşın elə bir ki düz asfaltla gəlir. Bu əmoğlunun nətər deyim, elə bil rayonun əlaqədən biraz uzaqdır deyə retki hallarda biz hər kəndə gələndə yad eləyirik başqa, amma sizin yad eləməyiniz bir başqadır. Allah köməyiniz olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, uzun ömür versin Allah. Var olun. Və bu saat Nəbinin həm atasının, həm anasının ruhları şad olan gündür bugün. Çünkü şəhidi yad eləmək, şəhidi yaşatmaq deməkdir. Yine ola bir yerde işlemişik. Mehmet kişide. Allah ona rahmet eylesin. Allah rəhmət eləsin. Cəmi şəhidlər. Cəmiyyətin dəyişənlər rəhmət eləsin. Cəmi şəhidlərimiz Allah rəhmət eləsin. Amin inşallah. Amin inşallah. Cəmi şəhidlərimizə bir daha rəhmət eləsin. Canlarımıza can sağlığı versin. Allah əskərlərimizi, zabitlərimizi qorusun. Amin inşallah. Allah ordumuzu, dövlətimizi, millətimizi qorusun. Prezidentimizi qorusun. İnşallah. Başkanlarımızı qorusun ki bu Amin. Amin inşallah. Bəli. Xalqımız Allah'a emanet olsun. amin.